Herkese salam. Biz bugün happy number sualının izahına baxacağıq. Burada bizdən n rəqəminin happy olub olmamasını yoxlamağımızı istəyir. Deməli, bu n rəqəmi nə vaxt happy olur, nə vaxt happy olmur, onun birinci izahına baxaq. Burada deyir ki, 19 rəqəmi happydir. Səbəbi burada 1-in kvadratı ilə 9-un kvadratı yazıb 82. Sonra eyni şəkildə davam eləyə gedir və ən sonunda bu nəticə 1-ə bərabərdirsə, bu number happy sayılır. Məsələn, burada n bərabərdir 2 yazıb. Bunda deməli, belə bu şəkildə hesablayanda sonunda 1 alınmadığına görə buna false verib. Biz burada ən sadə hissəsindən başlasaq, burada məsələn bu 1-in kvadratı, sonra 9-un kvadratını tapmalıyıq. Yəni, ən sadəsi ortaya. Gəlin birinci onu necə tapacağıq, onu danışaq. Məsələn, burada bir n rəqəmi n bərabərdir 19-dur, düzdürmü? Və mən bunun birinci bu hissəsini tapmalıyam, daha sonra bu hissəsini. Onun üçün n modulu 10 yaza bilərəm. Bu zaman mənə 9 verəcək və 9-u almış olduq. Daha sonra n bərabərdir n bölünsün 10 deyəcəm. Niyə? Çünki bu n rəqəmi onsuz da integerdir. Yəni bu mənə nəticədə qayıdıb 1,9 verməyəcək ki, elə bir rəqəm versəydi belə mən bunun qarşısına int deyib onu casting edə bilərdim. Deməli, buradan bu nəticəni alan bu ikisini yazırıq və deməli, n məsələn burada 1 olacaq sonrasında. Daha sonra 1-i yenə modulu 10 olacaq və oradan da 1-i alacağıq. Gəlin bu hissənin kodunu yazaq. Nə dedim mən? N modulu 10 olacaq. Bu tapılacaq. Daha sonra bunun kvadratı yüksəltməliyik biz. Bunu da bu şəkildə yaza bilərik və mən belə bir kodda yazacağım və onun izahını verəcəm. Int result bərabərdir 0 deyirəm və burada result bərabərdir result plus deyəcəyik və burada n bərabərdir n böl 10. Nə vaxta kimi davam edəcək bu? Ən sonunda rəqəmimiz 0 olana kimi davam edəcək. Yəni 0 bərabər deyilsə bizim bu kodumuz davam eləsin deyəcəyik. Yəni bu baxın yenə izah eləyək, burada 0-dır. Result 0-dır, result bərabərdir. 0 üstəgəl həmin bu 9-un kvadratı olacaq birinci. Daha sonra 1-in kvadratı olacaq. Daha sonra rəqəmimiz 0-a bərabər olacaq. Ona görə while dayanacaq və result da nəticədə 82 olacaq bizdə. Burada da hətta özümüz üçün qeyd eləyək. Result sonunda bizdə 82 olacaq. Sonra yenə istəyirik ki, fikir versəniz ki, burada deyir ki 82 və həmin bu 82-ni biz yenidən həmin bu while-la qaytarmalıyıq. Bunun üçün n olmalıdır. Baxın, burada n-dir, burada result-da. Yəni bu resultımız, n-imiz resulta bərabər olmalıdır yenidən. Onun üçün n bərabərdir. Result yazacağım mən burada. Daha sonrasında bu nə vaxta kimi davam edəcək, onu yazmalıyam. Bəs nə vaxt, yəni bu qayıtsın bir də bura. Əgər bizim nəticəmiz 1-ə bərabər deyilsə, yəni n bərabər deyilsə 1-ə. Bəs, okey, ümumiyyətlə bizim rəqəmimiz happy number deyilsə, biz nə vaxta kimi davam etdirəcəyik? Hər dəfə belə cəmini toplaya davam edəcəyik? Xeyr. Bunun üçün onun üçün biz burada deməli, bunu yazmağa vaxt getməsin deyə elədim. Məsələn, burada 2 bizdə happy number deyil də, düzdürmü? Ona görə, məsələn, necə bu qərara gəldik? Məsələn, bu 3-ün kvadratı 4, bir də bu rəqəmlərin cəmini və s. yazdım. Bu elə bir nöqtədə olur ki, baxın, eyni rəqəmlər daha sonra eyni rəqəmlərə bərabər olur. Yəni bu 4-dən yenə də hesablamağa davam edəcək. Bir də 16, 37, 58 və s. eyni nəticələr alınacaq. Yəni bunu o şəkildə yazmalıyıq ki, bu rezultatları bir yerdə saxlasın və yaxud n-ləri də deyə bilərik. N-ləri və əgər təkrarlanırsa hardasa biz artıq bu while loop-u dayandırmalıyıq. Onun üçün mən set yaradacağam. Set integer set new set
set nöqtə add nəyi? Bu eni add eləsin və bir də çək eləsin ki, bu set nöqtə contains n. Yəni bu əgər contain etmirsə, bu loop davam eləsin. Və burada ən sonunda biz nə return eləyəcəyik? N bərabərdir 1-ə return edə bilərik. Əgər happy numbers-ı true eləsin, deyilsə false qaytarsın. Gəlin baxaq kodda. Okay, from double to int deyir burada. Belə olmamalıydı. Yenidən baxaq. Yəni, time limit exited deyil. Yəni, hardasa bu buna həmişə davam edir. Okay, while set nöqtə add dedik. Gəlin əyəndə GPT-dən soruşuram. Məsələn, bunu göndərək GPT-yə. Deyək ki, cavabı vermədən harda səhv elədiyimizi desin. Okay, don't give me answer. Okay. Say where I'm doing wrong. Yeah. Baxaq. Result is never. Okay, bir dənə. Bunu biz içərisindən almalıydıq, düz deyir. Çünki hər dəfə rezultatlar cəmlənə gedər yoxsa. Məsələn, nə demək istəyirəm? Tutaq ki, 82 oldu. Daha sonra yenə 82-nin üstünə 68 gəlib elə bir nəticə qaytarardı bizə. Yəni, biz amma onu istəmirik. Ona görə yəqin ki, loopumuz həmişə davam eləməyə davam elədi. Okay. Və bu şəkildə.